Hamıya salam dostlar. Size hepinize salam olsun. Başlıqdan da gördüyünüz kimi bugün sizlərə təptəzə bir VPN ilə gəlmişəm. Ən birinci olaraq VPN çox yaxşıdır, bunu deyim. Bir də video keçməzdən əvvəl zəhmət olmasa kanala like atıb abunə olmağı, bir də yorum yazmağı unutmayın. Əgər VPN xoşunuza gəlsə yorumlarda bildirə bilərsiniz. VPN'in quruluşu videonun sonundadır, amma zəhmət olmasa videonu ötürmədən baxın ki, yəni nətər hesatdırır, nətər qurulur, bəlkə də videonun içində ola bilər. Ona görə zəhmət olmasa videonu ötürmədən baxın. İndi isə keçək bir neçə vuruş göstərəcəm. Bir də videonun içində pulsuz, yəni çəkiliş olacaq, UC çəkilişi. Sadəcə videonun içində anlatacağım. Ona görə yenə deyirəm, UC qazanmaq istəyirsinizsə videonu ötürmədən baxın. Deməli dostlar, yəni bir yaxdan danışdım UC çəkilişi haqqında. Əgər siz də UC qazanmaq istəyirsinizsə, bu videonu bəyənirsiniz, yorumlara qatıldım yazırsınız, bir də abunə olmağınız şərtdir də, yəni mən baxa bilirəm, oradan baxacam sizə. Bunları yazırsınız və qatıldım, adınızı yazırsınız. Məsələn, qatıldım Cavid falan filan. Adınızı yazırsınız, mən də sizi qeyd edirəm. İndi isə biraz VPN-dən danışmaq istəyirəm. Yəni birinci onu deyim ki, VPN yəni həddən artıq çox yaxşıdır. Qurulumu biraz çətindir. Yəni dəqiq eləməsəz işləmir. O qədər yaxşı VPN-dir. Yəni özünüz videoda görürsüz də. Bəziləri deyir ki, VPN heç atdırmır. Bəziləri də deyir ki, atdırır. Mən VPN heç atdırır tərəfdarıyam, amma baxır hansı VPN-ə. Məsəl üçün bəzi VPN-lər var, onlar oyun üçün deyil də, heç atdırmır. Amma bu indi göstərdiyim VPN çox yaxşı VPN-dir, heç atdırır. Uşaqlar, bir də siz də məsələn pulsuz skrimlərə qoşulmaq istəyirsinizsə, mənim kanalımı keçid edib, oradakı keçidlər bölməsinə basaraq WhatsApp kanalıma qoşula bilərsiniz. Həm PUBG oynayaraq pul qazanırsınız, həm də GP falan çıxartırsınız. Yəni skrim oynayanlar özü bilir. Pulsuz skrimlər olur, qoşula bilərsiniz həmin kanala. Qoşulsaz, istəsəz mənə də yaza bilərsiniz. Sadəcə kanala heç kim yazanmır, adminlər yaza bilir. Nəsə probleminiz falan olsa, mənə yaza bilərsiniz şəxsidə. Mən bir də gələn videoda, məsələn, nətər YouTube kapaq fotoqrafı falan hazırlanır, onları göstərmək istəyirəm. Əgər gəlməsini istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Video təxmini deyimdə nədən ibarət olacaq? Məsələn, qapaq fotoqrafı nətər hazırlanır, video başlığı nə yazmalısan ki, keşf etsən, önə çıxarsın və yaxud da nətər takipçi yığmalısan. Belə bir video çıxartmaq istəyirəm. Yəni, əgər siz də belə video gəlməsini istəyirsinizsə, yorumlarda bildirə bilərsiniz. F9GS falan deyirdi ki, məsələn, HSS-ə bağlı olanda daha çox HS atdırır. Məsələn, adam ərdir də. Mən ona inanmırdım, yoxladım, düz deyir. Yəni, sizə məsləhətim, HSS-ə bağlı oynayın, daha çox HS edəcək. Özünüz də görəcəksiniz. İndi isə keçək VPN-in quruluşuna. Deməli dostlar, VPN budur. Play Marketdə zadda hər yerdə olur. Göstərdiyim yerə basıb ən aşağıdakini seçirsiniz. Buradan öncə proqram icazə vermir, ona görə şəkillərlə göstərəcəm. Burada isə Private Key-ə yanındakı oxa basırsınız. Özü kod qoyur. O adres yerinə başqa heç nə yazmayın və DNS yerinə də orada nə görürsünüz onları yazın. Bu qədər, zəhmət olmasa abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.